Simonyan Rusiyanın Tramp marşrutunda mümkün iştirakını bir qədər absurd adlandırıb. Ermənistan parlamentinin sədri Alen Simonyan Faktor TV-yə verdiyi müsahibədə bildirib ki, trip ilk növbədə Ermənistan-ABŞ təşəbbüsüdür. Rusiya tərəfinin göstərdiyi marağı isə parlament sədri güclü dövlətlərə xas olan normal davranış modeli kimi qiymətləndirib. Simonyanın sözlərinə görə, burada yeni və ya qeyri-adi heç nə yoxdur, çünki bütün dövlətlər öz ətraflarında təsirini qorumaqda və genişləndirməkdə maraqlıdır. Əgər söhbət oxşar marşrutun və ya oxşar yolun açılmasından gedirsə, mənim fikrimcə bu ayrıca bir təşəbbüs olmalıdır. Lakin trip çərçivəsində bunu bir qədər absurd hesab edirəm, çünki bu, mahiyyət etibarilə tripin işləməsinin qarşısını almaq üçün hər şeyi etmək demək olardı, deyə Simonyan qeyd edib. Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın və Türkiyənin Tramp marşrutunda iştiraki məsələsinin nəzərdən keçirilib-keçirilmədiyi ilə bağlı suala cavab verərkən bildirib ki, trip Ermənistan-ABŞ layihəsidir və bu səbəbdən istənilən üçüncü tərəfin iştirakı Ermənistan və ABŞ-ın razılığını tələb edir.